Tələbəsiniz, universitetdə normal dərs prosesi gedir. Lakin birdən bir səs gəlir. Hər kəs, tələbə yoldaşlarınız, dostlarınız təşviş içərisində otaqdan çıxmağa və qaçmağa başlayır. Atəş açılır, həyatınızı itirirsiniz. Bu bir hekayə deyil, bu bir reallıqdır. 30 aprel reallığı. Hadisə aprel ayının 30'da səhər saat 10'un yarısı radələrində baş verdi. İki xarici tələbəni orada ayağından vurdu və bu pilləkənlərdən aşağıda koridor hissəsi tələbələr üçün yüngül bufet idi. Və həmən bufetə Səlyan rayonundan qatıq gətirilən vətəndaş aynanı da torbadan qatıq çıxararkən vurdu və sonra bu pilləkənlərlə qalxaraq qarşısına çıxan bütün tələbə, müəllim kim rastına gəldisə 10 dəqiqə ərzində özü qarışıq 13 adamı güllələdi, yəni 12 nəfər şəhid oldu. 4 ilə 5-ci mərtəbə arasında rəhmətlik professor Ramiz Abdullayevi güllələmişdi. 5-ci mərtəbədə liftdən çıxarkən Məcnun müəllim Vahidovu arxadan güllə ilə vurmuşdu. Yusuf'un özünün 2 tane telefonu vardı üstünde. Telefonlara zəng çatmadı. Sonra baxdıq ki, yəni skorlar gəlməyə başladı bizim qapının ağzına. Onlar gələnə qədər elə bütün rayonun əhalisi hamısı gəldi, hamısı çatdı. Elə skor ilə də Yusufu gətirmişdilər. Elə qapını açıb elə çölə çıxmaq istəyəndə Yusufu vurmuşdu. Yusufu yanağından vurmuşdu. Yanağında xal var idi, elə düz oradan vurmuşdu. Sonra axırıncı özünü vurmuşdu. Dərhal həm təcili tibbi yardım maşınlarının, həm xüsusi orqanların, xüsusi təyinatlılarının binanı tam mühasirə aldığını şahid olduq. Yəni, hadisə bitməmiş artıq onlar məkandaydılar. Çox cəld bir reaksiyanı gördük və mən mühazirə oxuyarkən saatıma baxırdım və yəni, bu atəş səslərinin kəsilməsi cəmi bir 10 dəqiqə çəkdi. Yəni, 10 dəqiqə ərzində bu proses davam elədi. İstintaqı dərhal maraqlandırırdı ki, onun ölüm anını görən olub olmayıbdı. Yəni onun özünü mü özü vurduğu, yoxsa kənar bir şəxs tərəfindən qətlə yetirildiyi anı təbii ki o anı heç kim görməmişdi. Sadəcə biz 6-cı mərtəbədə onun yıxıllı vəziyyətdə olduğunu, çabaladığını, pistolet hələ əlində idi. Sonra operativniklər gəldilər. Biri təpiklə vurdu, pistoleti əlindən araladı. Sonra sinəsindən yapışdı ki, sən kimsən, bu insanları niyə qətlə yetirdin? Təbii ki, artıq cavab vermək halı yox idi, artıq ölüm anı idi, öldü. Eyni ilə xatirə barelyefindəki əqrəb kimi alovdan bir çəmbərdə özünü sancmışdı terrorçu. İstintaq nəticələrinə görə terror aktını törədən Gürcüstan vətəndaşı Fərda Qadirov, sifariş edənsə erməni əsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olub. İş üzrə təqsirləndirilən 3 nəfər ömürlük, bir nəfərsə 11 il müddətinə azadlıqdan məhrum edilib. Adi bir terror deyildi. Bu siyasi xarakterli terror idi və Azərbaycan xalqı 44 günlük zəfərlə yox ki bu terrora, bundan əvvəl də törədilmiş çoxlu terrorun hamısına layiqincə cavabını verdi. Amma təbii ki, heç nəyi unutmadığımız kimi 30 aprel ifadəsinin bizdəki mənasını da heç vaxt unutmayacağıq. Qardaşım var, onu evləndirdi, onun övladı dünyaya gəldi. Onun adını Yusuf qoydu. Elə bir ki, Yusuf Bəndəliyev Yusufun adı təkrar yaşayır. Fidan Şakir qızı Nuran Ələkbərli, ASTV xəbər.